Hər vaxtın hörmətli abituriyentlər, abituriyent jurnalının birinci nömrəsi çıxıb, orada nümunəli testlər var. O nümunəli testlər içərisində 4-cü test çətin sayılır. Və indi o 4-cü testi mən izahını keçəcəm. O testdə nə deyir? DNT molekulunda 3 rabitə əmələ gətirən nükleotlərin sayı 2, 4 rabitə əmələ gətirən nükleotlərin sayı 286, hidrogen rabitələrin ümumi sayı 601 və bizdən soruşulur nükleotlərin deməli ümumi sayı. İndi bir hissə gedək. Birincisi sual çıxır. 3 rabitə əmələ gətirən nükleotlər kim ola bilər? DNT zəncirində 3 rabitə əmələ gətirə bilər A ilə T. O nə zaman yerinə gətirə bilər? Zəncirin əvvəlində və yaxud da axırında yerləşərsə. Misal üçün, əgər əvvəlində yerləşərsə, 2 hidrogen və bir dənə kobalt rabitə və hər bir ararlıqda 3 rabitə əmələ gətirmiş olur. Bunlardan ikisi hidrogen rabitəsi olur, biri isə deməli kobalt rabitə olur. Başqa variantlarda A ilə T 4 rabitə əmələ gətirə bilər. Bu, zəncirin əvvəlində və axırında yerləşməyəndə olur. Yəni, zəncirin əvvəlində və axırında yerləşməyəndə A və T 2 kovalent və 2 hidrogen rabitəsi deməli əmələ gətirilmiş olur. Məsələn, şərtində deyilir ki, 3 rabitə əmələ gətirən nükleotlər, deməli, bunlar ancaq A və T ola bilər. Onların sayı 2-dir. Deməli, bu AT zəncirin yalnız ya başında ola bilər, başında, axırında ola bilməz. Nədən? Çünki başında bunu işlədəndə artıq verilən o say ki var, 2 nükleotit sayı var. O 2 nükleotit sayı artıq dolur. Yəni, biz bunun sonuna artıq AT yaza bilmərik. 4 rabitə əmələ gətirən nükleotlər. Bunlar kim ola bilər? 4 rabitə əmələ gətirən nükleotlər bəyalan qeyd etdiyim kimi adenin və timin olur. Amma nə şərtlə? O şərtlə ki, onlar zəncirin əvvəlində və yaxud da axırında yerləşməsinlər. Bir də ola bilər S-lə G, sitozinlə guanin. Onlar zəncirin axırında yerləşəndə deməli 3 dənə hidrogen və bir dənə deməli kobalt rabitə əmələ gətirilmiş olurlar. Deməli, bu dediklərimdən belə çıxır ki, zəncirin bir ucunda A və T-dir, solunda isə deməli S və G-dir. Yerdə qalan o 286 ki var 4 rabitə əmələ gətirən, sitozin və guanin, deməli, yalnız axırda yerləşənlər qeyd edirəm, 4 rabitə əmələ gətirə bilər. Başda və axırda yerləşməyən nükleotlər, sitozin nükleotləri, deməli, və guanin nükleotləri, deməli, maksimum 5, deməli, rabitə əmələ gətirilmiş olurlar. Deməli, müəyyənləşdik. Bir ucda AT-dir, bir ucda deməli S-dir. Və orası deyim ki, hansı S-dir? Bilirsiniz ki, DNT zənciri, bunun əvvəldə yerləşdirsəm mən, DNT zəncirinin əvvəlində aminçinə kodlaşdırmayan DNT tripletləri yerləşir. Bunlar ATT, ATS və deməli AST triplet kodlardır. Bu ikisi ola bilməz. Nəyə görə T ilə qutaracaq və deyək ki, 3 rabitə əmələ gətirən A və T-nin miqdarı 2-dir. Burada isə biz bunu doldurmuşuq artıq, əvvəlində yerləşdirməklə. Deməli, bu nə ola bilər? Ola bilər ATS. Deməli, 4 hidrogen rabitəsi əmələ gətirənlərin 286-dan 2-sini çıxsaq, 284-ü A və T-yə aiddir. Neçəsi? 284-ü A və T-yə aiddir. İkisi isə deməli, hidrogen rabitələrin ikisi isə deməli S və G-yə aiddir. İkisi isə hara aiddir? S və G-yə aiddir. Neçə rabitə əmələ gətirən? 4 rabitə əmələ gətirən. Bunları müəyyənləşdirdikdən sonra və nəzərsə ki, deməli, hidrogen rabitələrin sayı 601-dir. Deməli, biz hidrogen rabitələrin sayını belə bir düsturdan hesablayırıq. Bu düsturlar abituriyent jurnalında dəfələrlə yazılıb, müəllimlər tərəfindən də işlədilir. DNT-H bərabərdir 2A plus 3S. 2A plus 3S. Bu
Bu universal bir düsturdur. Qeyd ola bilər. Geri gəlmişkən ya S ya da K deməli G. K plus 3S. Deməli biz A-nın miqdarını müəyyənləşdirdikmi? 286-dan ikisi S və G idi. Zəncirin sonunda yerləşən. Qalmışdı 284. Amma sayıdan söhbət gedirsə, mən zəncirin əvvəlində yerləşən bəyanat çəkdiyim A və T-ni götürməliyik. Bu o demək deyil, bunlar 4 abidəminə gətirir. Sadəcə bunları mən sayı əlavə edirlər. 284 plus 2, 286. Nə? A plus T'nin cəmi. Və yaxud nə? Və yaxud 2A. Və yaxud 2A. İndi 601 bərabərdir 286 plus 3S 601 minus 286 bərabərdir 3S qeyd ola bilər. Burada deməli 315 bərabərdir 3S, S bərabərdir 105, G bərabərdir 105. S tapdıq, G'yi tapdıq. A plus T'nin cəmi bərabər aydındır 286. Belə olanda bu ikisinin cəmi olacaq 200. 200 neçə? 210. Deməli biz nə edəcəyik? 210'dan 286'nı toplayacağıq və olacaq 496. Cavab 496.